15 yaşlı Azərbaycanlı yeniyetmə Rusiyada bədbəxt hadisənin qurbanı olub. Doğru Xəbər Azərbaycan məlumatına görə hadisə Rusiya Federasiyası Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib. Əslən Zaqatalanın Ələbat qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanov yaşadığı ünvanda elektrik vurması nəticəsində ölüb. Azərbaycan Texniki Universitetinin tələbəsi vəfat edib. Bu barədə ASTU sosial şəbəkə hesablarında məlumat yayıb. Bildirilib ki, İnformasiya Texnologiyaları və Telekommunikasiya Fakültəsinin Radiotexnika və Telekommunikasiya ixtisasının 3-cü kurs tələbəsi Turan Əsədli uzun sürən xəstəlikdən sonra həyatını itirib. Allah rəhmət eləsin. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda deyilir. Lerikdə 3,1 bal gücündə zəlzələ olub. Bildirilib ki, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə yerli vaxtla saat 01:47-də 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ demək olar ki, hiss olunmayıb. Goranboyda evdən meyit tapılıb. Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ağayevin meyidi yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq orqan əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Gürcüstanda yaşamış məşhur el sənətçisi Aşıq Hüseyn Saraçılının nəvəsi Bakıda vəfat edib. 47 yaşlı Mehdi Həsənov bədbəxt hadisənin qurbanı olub. Bugün onun cənazəsi Gürcüstana aparılaraq dəfn ediləcək. Hadisənin təfərrüatları açıqlanmayıb.